SOCAR-ın investisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fantastik məbləğdə cərimə ödəyib. Adnan Əhmədzadə yol hərəkət qaydalarını pozduğuna, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və bunu bir neçə dəfə təkrarladığına görə 225 min İsveçrə frankı bugünün məzənnəsi ilə 478.575 manat cərimə ödəyib. İsveçrə mediasında həmin vaxt olayın təfərrüatı yazılıb. Medianın yazdığına görə Əhmədzadə Cenevrədə yol hərəkət qaydalarını pozduğu üçün əvvəlcə 10 min İsveçrə frankı məbləğində cərimələnib və sürücülük vəsiqəsi əlindən alınıb. Buna baxmayaraq, o yeni ili qeyd etmək üçün özünə məxsus Audi markalı avtomobillə yenidən Qondo sərhəd keçid məntəqəsindən İsveçrəyə daxil olub, orada iş adamını dərhal dayandırıblar. Sərhədçilər onun sürücülük vəsiqəsi olmadan maşın idarə etdiyini müəyyən ediblər. O, 1750 İsveçrə frankı məbləğində 130 gündəlik cərimə cəzasına məhkum edilib. Adnan Əhmədzadə isə bu cəriməni ödəyəndən sonra İsveçrəni tərk edə bilib.